Salam əziz izləyicilərim, hər vaxtınız xeyirli olsun. Sizi mən yeni bir Çin günündən salamlayıram. Bugün əziz dostlarım, Çində son günümdür. Bugün axşam mən Taylandda uçacağam inşallah ki. Gedək görək, bəlkə bugün mən Çində bir xatirə tatu vurdurdum. Mən axşam gedənə qədər görək başımıza nələr gələcək. Videoya keçməzdən öncə videonu bəyənib kanala abunə olmağı qəti şəkildə unutmayın əziz dostlarım. Sizləri sevirəm. Daha az evdən çıxış etdim əziz dostlarım. Mən bilmirəm açıq hansı tərəfə gedəcəm. Yol yadımdan çıxıb. Əziz dostlarım, kaos həqiqətən budur da yəni. Aləm də birbirine bu ora girir, o bura girir. Konkret yani. Görüyoruz inşallah. Hərəsi bir yandan şey girir. Hələ bu ne kaosdur ki, hələ bu Tayland bundan beter olacaq. Həqiqətən də dostlarım. Gedim restorana girip uşaqlarla görüşüm orada. Sonra bura necə gəldiyimi öyrənmək istəyirsə, bundan əvvəlki videoların hər birine daxil olun. Baxın. Əziz dostlarım, dünənki yeməkdən gəldi. Asıl o yeməkləri bilmirəm deyə başqa şey zakaz eləyə bilmirəm. Yemeğimi yiyeyim bitireyim. Ondan sonra görün necə olacaq, videoya devam edirik. Bir tane taton yerini tapma əziz dostlarım. Gedim ben tatonu vurdurum. Çünkü bir tane de beynimdə qalacaq. Eləməsəm həqiqətən beynimdə qalacaq. Sadəcə yerini axtarmaq istəyirəm. Burada da internet çox böyük problemdir uşaqlar. Bura gəlsə bunu bilməlisiniz ki, burada internet böyük problemdir. 2 dəqiqədən bir VPN dəyişirəm. 2 dəqiqədən bir, 2 dəqiqədən bir. Mən elə ki buradan gedəcəm, sola dönəcəm, sol yolla davam edəcəm. Əsas yola çıxacağam, ana yola çıxacağam. Yəni dediyim kimi heç biri tanımırsınızsa, yəni əziz dostlar, mənim qohumum yanımda da, amma ki mən özünüz gördüyünüz kimi o işdə olanda mən tək gəzirəm və gəzməyim də bu Google harita sayəsində olur, xəritə sayəsində olur. Gedib qaldığınız oteldə məsəl üçün otelin konumu WhatsApp-dan özünüzə göndərirsiniz. Ondan sonra istədiyiniz yerə rahat gedə bilərsiniz. Amma mən məsəl üçün məndə bir xasiyyət var. Mən çox uzaqlaşmıram da belədir. Çox uzağa getmirəm çünki əziz dostlarım, indi məndə zaman azdır. Zamanım az olduğu üçün çox risk atıb avtobusla uzaq yerlərə getmirəm. Amma mənim zamanım olsaydı mən onu da eləyərdim. Çıxaram gedərəm uzaq yerlərə zaten çünki yani adam gecədə öyrəşir. Yəni mənim sizə məsləhətim o şanslı ölkəyə gedəndə yəni gedib şey eləmişsiniz. Ay, oy, bu ne? Aa, qardaşın sənə qurban olsun. Ay, indi onu düzəldirdi ki, WhatsApp üçün nə yedim? WhatsApp da işləmir. Sən abi yazmış hələ sənə. Yox, mən də bir takım var, mən bunu yox. Ay, Orxandır. Sən qurban olam ha. Salam bir izləyicilər. Sağ ol. Şahinlə Taylandda görüşməliydik. Oy, Uşaqlar inanmıyor buna. Allah'la bilən Taylandda görüşdük, gəldik işte. Uşaqlar biz Orxanla təsəvvür ki, mən Montenegro'da olanda, qardaş da Vietnamda olanda tanış olmuşuq. Neçə ay danışırdıq ki, biz gelib Taylandda görüşəcəkdik. Bu gəldi Çində görüşəsi oldu. Axırıncə dünən danışdıq, təsəvvür eləyin. Qismətə baxın səni, ay Orxan. Ayda. Neysə, nə var, nə yox, canım mənim. Allah'ım inşallah. İnşallah sabah çıxsan. Hə, bu gün axşam gedəcəm. Hə. Neçə gün qalasın Taylandda? Taylandda 15 gün inşallah. Getdiyinizdə sonra yardım. İnşallah hansı tərəfə gedəsən sən də? Vietnam'a bırakın. Afsudan mı Vietnam'a mütləq gələcəm. Təsəvvür eləyin ki, dünyanın o başından mən gəlmişəm. Bu başdan bu gəlib Vietnamda yaşayır qardaş. Mən danışdım ki, aşağı. Aneyzan. Allah Yazmaq lazım, tapmaq lazım. Yazdın mı? Hə. Ön qabağına gedirsən. Sana üzrdən oldu. Orada şey danışırdım. Bu deyirəm ki, hansı ölkəyə gedirsinizsə, yəni qorxmayın arası getməkdən. Konum atın, otelin konumunu atın özünüzə WhatsAppda. Çıxın gedin gəzin. Zaten geri dönə biləcəksiniz dostlarım. Yəni Qorxursunuzsa çıxmayın sonra. Qorxmaq lazım deyil. çıxandan sonra da Allah yəni qorxmağın adı yoxdur da. Ya çıxmaya da ki çıxırsansa bas getsin və ya yağdır da. Biraz diribaş olmaq lazımdır söhbətə. Buradakılar bizim kimi insanlar başqa dildə danışırlar. Əsas internet perivotikun olsun, qalan hər şey düzələcək. Əsas aslında sıxıntı internetdir. O da bir sənədir uşaqlar. Zaten aeroportda ala bilirsiniz də. İndi məsəl üçün mən Taylanda gedəcəm. Axşam gecə düşəcəm Taylanda səhərə yaxın. Düşən kimi bir dənə nömrə alacağam, bir də 50 avro xırdalayacağam. Ondan sonra şəhərdə pul çevirəcəm. Ooo. Sən o gün olsun, tutaq bu qədər bir özdə bir nəmə alacaq. İnşallah qaqaşın canı, Allah'ın izniyle inşallah qaqa. İndi tato yeri qaqam. Aycan. Hadi şahit. Hadi hadi. Sonra nədir bura? Ni hao. 第三代deyir ki, adam başı bölüşəcəm verirəm, kanton sərgisini aparıram. Amma deyir, bunu giyməzsən də, bundan bilirəm. Ni hao. Bir də ni hao biləm, başqa heç bilmirəm qaqa. Amma bu xəritə yaxşı işləmir. Ne haradır bu? Hə, mən bilirəm bura, tanıyıram. Düz yolun bura. Belə xəritəni bağlı tanıyıram. Yox, xeyli yol. Tanış olun. 10 dəqiqə üstə, 15 dəqiqə. Guangzhou'nun navigatoru. Canlı navigatör. Guangzhou ümumi işlər üzrə proyektör. Ərsiz 200 metrə sağa dönün. Şimdi yollar biraz qarışıqdır əziz dostlarım burada. Biraz yox, həqiqətən qarışıqdır yollar. Bax gördüyünüz kimi. Hələ bu buranın indi yaxşı halı da. Mən də orada qaldım, baxın ən yuxarıda.
Bir də bir dənə gedim oraya bir tatonu vurdurum qardaş, mən rahatlayım da bəs. Deyirəm, bunu da görmək qismət oldu. Bura deməli maşınlar daxil olur içəri və üst-üstə qaldırırlar maşınları, parking yeridir. Çox dəhşət bir şeydir. Baxın, hansısa maşının sahibi gəlib indi. Baxın, gördüyünüz kimi gəlirsən maşını götürməyə, nömrəsini yazırsan və yaxud nə bilim rəqəmi yazırsan. Maşınlar bax belə-belə. Gördüyünüz kimi gəldi. Yəni bu həqiqətən dəhşət bir şeydir dostlarım mənim. Mən həyatımda 2 dəfə də belə bir şey görürəm. Baxın, gördüyünüz kimi maşın gəldi. Və sahibi maşına daxil olub, minəcək və çıxıb gedəcək evin eşiyinə. Baxın, fikir verirsiniz. Həyatımda 2 dəfə də mən belə bir şey görürəm. Bildiyiniz bina formasında tikilib maşın dayanacaqdı, çox böyükdür. Yəni çox gözəl yer sərfiyyətidir, həqiqətən də. Deyirəm, bunu da görmək qismət oldu, bu nəymiş ha? Bu qardaş da maşını gözləyir, maşın gələcək indi. Görürsünüz ki, maşın gəldi, indi qapı açılacaq. Su. Və gedir maşından minir, çox dəhşət bir şeydir. Mən belə bir şey görməmişdim. Ümumiyyətlə, mən heç internetdə bir dəfə, 2 dəfə görmüşəm belə bir şey, yoxsa yox. Nə bilim. Teknologiya. Cibabom vəziyyətim. Yəni, burada hansısa motosikletin altına qalmamaq bir bəxt məsələsidir də. Bunlar doğulandan motosiklet sürür deyə dostlarım, vəhşi kimi sürürlər. Amma aralarında həqiqətən çox belə sən zəif sürənlər də var, ümumiyyətlə sürə bilməyənlər də var. Çox ham sürücülər var, çox. Dəhşət çoxdur. Bax, məsəl üçün, mən sizə belə tarif edim də, əziz dostlarım. Mən bu ölkəyə keçən gün gələndə aeroportdan mənə götürüb bu şəhərə gətirən taksi xam idi. Bildiyiniz aeroport yolunda 60-dan yuxarı qalxmadı. Sürə bilmirdi, qorxurdu. Amma dünənləri mindiyimiz bir taksi var idi ki, o taksi 100-ə çıxır, ara yollarda, 90-a çıxır, 80-a çıxır. Yəni, bərk sürürdü. Amma mən onu sizə deyim ki, hello. Gələsiz deyil. No. I just walking. I just walking, thank you anyhow. Deyir ki, aparım. Bax, danışığını eşləyirsiniz. Oyda, gugu. Başa düşmürsən də, prosta da sən o danışır, sən də danış. Dedim ki, I just walking, yəni mən sadəcə gəzirəm, güya da. Amma halbuki gedirəm tatu yerinə və qabaqda solda dəz dostlarım. Dedim oraya bir çatım, görüm vaxt. Saat 8-də dostlarım, saat 11-ə kimi vaxtım var. 3 saat mən bütün işlərimi həll eləməliyim və çıxış eləməliyim həqiqətən. Aeroporta mən 12-də getməliyəm, 12-də getmək üçün mən 1 saat qabağızdan çıxmalıyam ki, yolda probka olar, nəsə problem olar. Buradan belə də mən bilən. Döndüm şal, indi buradan sizə mən deyim, təxminən hardasa 4 dəqiqə yol göstərir, 200 metr. Ona baxın, dostlarım, küçədə belə yatan da var imiş. Oyda, əməlli başlı baxın, yazıram, küçədə yatırmış bu belə. Burada da məncə yatan var. Bunu da gördük. Aha, tapdım, aha, çatdım şalar. Çatdım, aha, buraymış tatu yeri. Birim daxil olun, görüm necə olur. Hello, how are you? Hello. I want one tattoo, but small. Yes, sir. Small. Small. Yes. Small, Chinese, okay? Yes, sir. Okay. Okay. Wait, 1 minute. Just 1 minute. Əziz dostum, indi mən tatu axtaracağam. Görüm necə bir tatu tapıram, həqiqətən də çox maraqlıdır mənə. ChatGPT-dən məsləhət alacağam, baxın, gördüyünüz kimi. Görüm ChatGPT nə deyəcək. Mənə bir tatu məsləhət ver, hal-hazırda mən Çindəyəm. Mənə Çindən bir xatirə tatu lazımdır, Çin rəngləri ilə. Səncə nə söz olsun? Gəzməyə aid, dünyanı gəzməyə aid, yəni tez təcil edinəm. Oh, it's very hot. Aha. Uşaqlar tapdım deməli. I am going to Thailand today. This Chinese story, Thailand, Vietnam. Yes, only just story. Baxım görməz ustaram hansın olar. Okay. Yes. Tapdım. This. Baxın əziz dostlarım, dünyanı özü bilmək. 四海为家。 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 Yes. Yes. It's good, yes? 四海 Good? 为家。Yes. Good? Yeah, good. Yeah, 很是你。Yeah. Yes. 我说你到处旅行。 Okay. 很适合。 Əziz dostlarım, tatu vurduracağam, dünyanı öz evi bilmək mənasına gəlir. Okay.要。 Just 1 minute. Mənim sadəcə 2 saatım var. Bunu nə qədər vaxtda bitirə bilərsiniz və qiyməti nə qədər olacaq? Mənə zəhmət olmasa bu barədə məlumat verin, başlayaq. 就是那个四海为家四个字。 Just maybe this.
Only small, okay? Only one pool have the Very sure. Just one or two. Just one. Just one, just Oh, one. just Just one. one. 只有一个。 Just one, this. 就 Just one, this. 四号位这样。OK Okay, super. Yeah，我觉得这个 yes OK。 Yes, Yeah. very nice, very good. Still is okay. It's okay, no problem. No problem. Yeah OK 了。 OK 这 OK. 个啊。Okay. İnşallah bura vurduracaq. Mən bu ürəyimdə qalmaqdansa, mən bu həyatı yaşayıram, sonuna qədər də içindən nə gəlsə mən bu həyatda eləyəcəm. Çünki mən bu həyata bunun üçün doğmuşam. Mən bu gün bu tatını gətirməsəm, bir il sonra deyəcəm ki, getmişdim Çinə, orada bir tat elətdirəm. Ona görə kef eləyirəm. Həyat mənim həyatımdır. Əlimdən gələn eləyəcəm ki, mən xoşbəxt olum. Belə oldu. Ləzzət elədi, xoşuma da gəldi. Super. Getdi ömrümün axırına kimi. Bu o demək ki, dünyanın hər yerində evim var. Super bro. Təşəkkür edirəm. Şişe, şişe. Şişe, şişe. Artıq bugün inşallah mən Tayland'a gedirəm. İnşallah bir problem çıxmaz əziz dostlarım. Dünyanı gəzmək istəyirəm qardaş. Bu həyatı yaşamaq istəyirəm doyunca. Allah mənə qapılar açsın. Dünyanın hər bir yerini görüm, dörd bir yanını görüm, sizə göstərim, siz də gəzin. İnşallah yaxşı olacaq əziz dostlarım. Ümid edirəm ki, videolarımı sevirsiniz. Sizin mənə ən böyük dəstəyiniz bu yolda kanalıma abunə olmağınızdır, like atmağınızdır, gözəl sözlər yazmağınızdır. Mənə də ayaqda tutan, yəni bu yolda mən görürsünüz bütün günümü, gün içində nə fəaliyyət göstərirəmsə, gün içində mən nə edirəmsə, hər birisini sizlərlə paylaşıram. Məni bu yolda tutmaq üçün ən böyük lazım olan şey sizin dəstəyiniz. İnşallah ki, qardaşınızda dəstək olarsınız. Allah dəstək olan qardaşlarının, xanımların, bacıların canı sağ eləsin. Allah sizin ürəyinizə görə versin inşallah. Hər şey yaxşı olacaq əziz dostlarım. Çinin Guangzhou şəhərindən bütün dünyaya salam olsun. Bu videonu izləyən xaricdə yaşayan, qəribdə yaşayan qardaşlara, xanımlara, Azərbaycanda yaşayan qardaşlara, xanımlara. Və ən gözəl tatonu da vurdurdum. Orada kişi də gördüyünüz kimi dedi ki, həqiqətən bu çox gözəl bir tatodur. Yəni dünyanın hər yerində evim var. Bu sözün əsl mənasında elədi. Dünyanın hər yerində mənim dostlarım, qardaşlarım var. Dünyanın hər yerində mənim tanışlarım var. Allah mənə inşallah bütün dünyanı gəlib görməyə qismət eləsin. Mən bunu da bacaracağam inşallah əziz dostlarım. Mən bunu əlimdən gələn eləyəcəm. Mənim bu xəyalım da, arzumdur. Yaxşı olacaq əziz dostlarım. Guangzhou şəhərində Orxan qardaşımla. Orxan qardaşım çıxır hal-hazırda, gedir dostları ilə. Mənim də 1 saat vaxtım qalıb. Saat hal-hazırda 10-dur. Gedim görüm başıma nələr gələcək əziz dostlarım. 1 saat sonra çıxıb uçuşa getməliyəm. 5 saat əvvəldən gedirəm ki, bilmirəm yol probka olar, necə olar. Ona görə əvvəldən belə işləri görmək lazımdır. İndi inşallah Allah qismət eləsin qardaşım, görüşəcəyik də səndən də. İnşallah. Vietnamda gözəldir. Sənin təşməyin də yaxşı oldu ki, mən tərif edirəm Vietnamı, çox Ayso. adamda şeylər. Neçə gündə əziz dostlarım, Vietnam haqqında danışırıq, çox tərifləyir həqiqətən də. Mənə də maraqlıdır, görəsən Vietnam necədir? Vietnama nə vaxt getmək istəsəz, Vietnam haqqında nə sualınız olsa, heç nəyi bilmirsinizsə, aşağı bu qardaşın TikTok və Instagram səhifəsini qoydum hal-hazırda. Əlaqə saxlaya bilərsiniz, sizə Vietnamı gəzdirə bilər, sizin üçün viza ala bilər, sizi qarşılaya bilər. Hər cürə qardaş sizə bir Azərbaycan kimi qulluq eləyə bilər, problem yoxdur. Sadəcə əlaqə saxlamağınız yetərlidir. İnşallah biz də hardasa bir 10 gün sonra, 11 gün sonra. İnşallah, inşallah. İzləyin, maraqlı yerlər seçəcəyik. Şahin də gəzdirəcəm, oraları göstərəcəm ki, qoy hamıya göstərsin ki, doğrudan da Vietnam gəlməli, gəzməli yerdir. İnşallah yaxşı olacaq dostlarım. İzləyin. Videoya like atmayı unutmayın. Keçək videoya. Yəqin ki, bundan sonraki videoda artıq mən restorana çıxmış olaram. Hal-hazırda otel rezerv edirəm. Aa! 小型的那个啥，那个这个是和那个啥手机在一起连着吗？看，哎，你好，你好。看，这个短信。 Ay dədə, nə edəcək? Ablar belədilər. İçimə bir həyəcan gəldi, uşaqlar. Artıq hər şey hazırdır. Ya Allah. Allah sən özündən yolumu açıq elə. Mən niyə həyəcanlandım? Söyle göstərim. Mən gedirəm. Allahın köməyi ilə gedim. Oğlumla sağollaşım, uşaqlarla sağollaşım, taksiyə minim. Çıxım gedim inşallah ki mən Taylanda. İzləmədə qalmış uşaqlar. Həyəcan da gəlsinlər də qardaş. Yaşayıram Montenegro'da, getmişəm Serbiyaya, Serbiyadan Çinə gəlmişəm, Çindən Taylanda gedirəm. Bu qədər məsafə qət edirəm, yəni həqiqətən də insana bir şey eləyir. Və Taylandda mənim tanımışım yoxdur. Əziz dostlarım, hal-hazırda eləyib baxır, xəritədə taksi zakaz eləyəcək. Kalkış 02.50-də yəni. Ay, bu nə həyəcan da gəlib mənə, ay qardaş.
Ha şimdi 5 dakikaya. Taksi geliyor. Ha, kardeşim benim. Yani, öpüyorum. Çok memnun oldum. Çok sağ ol. Görüşürüz Varacağım, tamam mı? senin İnşallah. ülkeye varacağım. İnşallah Allah'ın izniyle görüşürüz kardeşim benim. İnşallah su için heyecanlıyım. Sen bir çıkma bana kardeşim. Öpürüm sana. Güzel seyahatler abi. Ha haber vereceğim. Abi ne heyecan güzel be. Kurban vallahi. Ey hakkı haber elə qaqa. Allah səni qarşıdan istəməsin. Sən ömür boyu qul olacaq. Tanırsan mütləq öpürəm səni. Yok. Gel. Gəl tamam da gidelim o zaman. Басевой, прибор-то. Ana döndü. Çok sen bir dakika. Sür şimdi. Yok. Şimdi burada değil, burada değil. Sağ ol abi, görüşürüz. Sağ ol. Sağ ol. Hansıdır? Elə o olar, hə deyəsən boz. Aha, sür. 6号。 Öpürəm atam səni, canımsın. Görüşəriz. Eyüp, öpürəm səni Murat.哎，你坐后面去吧。 Hello. 啊， Ha? 你坐后面。 Tamam tamam. 好， Şöyle bir tane gözleyeyim. Ni hao. 你好，你好，你好。好，我要你，你好。 Yine dur. Okay. I am ready. Let's go. 箱子放到后面。 Bəlkə də uşaqlar baxıb deyirsiniz ki, niyə bu qədər heyecanlanır? Mən səyahət eləmiş bir insanam. 22 yaşım var, görmüş bir insanam. Sadəcə bu elə bir şeydir ki, həm biraz vaxt az qalıb. Həm nə bilim, bilmirəm necə olacaq. Başıma nə gələcək, nə suallar verəcəklər. Ni hao. 你好，直播啊。 Cibuba. Cibuba. Şu Allahdan taksi şoförü yaxşı adam çıxdı. Mən bura gələndə mən videolarına baxmışsınızsa bilirsiniz. Girin baxın o videolara həqiqətən də. Mən gələndəki o taksi şoförü vardı, o nə idi? Düşmüşdüm nə, gicin əlinə. Mən nə çəkdim bura gələndə? Gələndə bir cüstrik, gedəndə bir cüstrik. İndi uşaqlar, bunların nə qədər qoyun olduğunu sizə sübut eləyəcəm. Mənim nömrəmi verdim Orxan qardaşa, bayaqki Orxan qardaşa verdim, almasın da, çünki mən zaten gedirəm, lazım deyil. İndi mənə məsəl üçün Wi-Fi lazımdır, internet lazımdır, baxın. Wi-Fi, internet. Hı? Wi-Fi, internet. İnternet. Wi-Fi. 没有没有， Aa, yok Wi-Fi. 这车上没说。 Ha, görsən. Nəsə dedi. Amma şirindirlər sən, adam sürən arasında qoyub ya bunları. 好的。 Ni hao, ni hao. Süper, süper. Əhmədliyə manatda. Bu aeroportun o qədər böyük bir ərazisi var ki, təsəvvür edə bilməzsiniz. Çox geniş, çox böyükdür, həqiqətən də dostlarım. Dəhşət dərəcədə böyükdür, ucu bucağı yoxdur. Təsəvvür edin ki, aeroportun içində körpü var, bu dəqiqə yuxarıda hal-hazırda. Dəhşət bir şeydir, baxın TV2. TV2-ə gəldim əziz dostlarım. Demək olar, girişim oradandır mənim, tam dəqiq bilmirəm. Oy, aeroportu için görsəz dəri olarsınız uşaqlar. Göstərəcəm sizə. Uşaqlar, Şahin yollarda davam eləyir. Həqiqətən də videoya maraqla baxıb, nə bilim, like atmamaq, dəstək olmamaq doğrudan mənim qəlbimi qırır. Bu zamana qədər gördüyüm ən gözəl aeroport. Belə bir şey yoxdur, belə bir şey yoxdur. Göstərim bileti. 1.8，这儿1.8是计时7到13。就这里是吧？ Hello. 你好。去计17到23。 G17。你好。Guangzhou, Thailand, Bangkok. Bangkok. Today, yes. Okay. 11:40. 11:45 Aha. is the check-in time. Aha. H. Aha. H count. Aha, süper. Thank you. Siz dostlarım. Deməli, onu çəkdim ki, belə şəklini çəkdim məndə qalsın. Deməli, əziz dostlarım mənim 23:45 və 01:45 çekin zamanıdır. Buradan kurtulduq, şükür Allaha. Yəni bu barədə yaxşıdır, yırtdım. Yəni yaxşıdır. Uçuş da 2. Gördünüz uşaqlar. Allah hamd olsun mən bilirəm. Gördünüz. Uçuş biletdə 3-ə 10 dəqiqə qalmış göstərir. Amma burada deyir ki, 2-də uçuşdu. Bəs mən nə dedim əziz dostlarım? Mən demədim ki, həmişə aeroporta yadda saxlayın başqa bir ölkədə sizə. Ümumiyyətlə, yəni
mən nəsə məsləhət hər bir zaman eləyin. Azərbaycan olsun, nə olur olsun qardaş. 3 saat əvvəldən gəlin ki, bax 3 saat əvvəldən siz artıq aeroportda olun ki, məsəl üçün evdə sənədləriniz qalar, nəyisə itirərsiniz, nəsə yolda düşər, taksi maşında düşər, hardasa düşər hamısını biləsiniz. Yəni xəbəriniz olsun ki, hardadır bu. Yəni çətin bir məqam yaşamayasınız dostlarım orada. Həmişə çıxın 3 saat əvvəldən çatın aeroporta, rahat olun. Bir də nəsə evdə qalsa zəng edin, qohum əqrəba gətirsin, nə bilim, qardaşın, dostun gətirsin. Aeroportda problem çıxar. Yolda gedəndə Allah eləməsin, maşının təkəri partlayar. Nə bilim, qardaş, bunları nəzərə alın. Burada mənə göstərdi H30-32. Demək, burada H30-32-yə baxıram. Deyəsən, çekin eləyirlər ha bunlar. Hə, çekin eləyirlər uşaqlar. Qəşəng, qəşəng. Görürsünüz, qardaşımız çatdırıb gəlib də yəni də. Şükür olsun Allaha. Deyəsən, bunlarla gedirəm uşaqlar. Baxın. H30-32. Burada da yazılıb. Baxın, H30-32. Hal-hazırda giriş edirlər. Oh, indi siyoye. Məni heç kim yox, tutamaz, tuta bilər. Tuta bilər çünki indi ora giriş qalıb Taylanda. Amma indi bu dəqiqə məni heç kim tuta bilməz. Qaqanız götürdü, qaqaş, bilet də məndə, sumkam da getdi. Soyuq taraxırdı ki, mənə sual verəcək qardaş. Anamızın canı. Buradan səslənirəm, bundan sonra gedəcəyim bütün ölkələrin, bütün aeroport işlərinə. Mənə qardaş sual verməyin. Mənə dindirmə də qardaş. İndi mən getməliyəm əziz dostlarım. A838. Heç narahat olmayın, heç bir sıxıntı yoxdur. Təmiz, relax. Baxın qardaşınıza, yəni mən də sizin kimi təzə başlamışam. Düz təzə başlamamışam, 15-dən ölkəyə getmişəm, amma yəni bilin ki, yəni vallah mən də ilk dəfədir ki, belə uzaq yerə gedirəm və dili bu qədər çətin olan bir yerə getdim tək başına və getməyə davam edirəm. Hər tərəfdə əziz dostlar, yazılar Çin yazısıdır. Sadəcə mənə verdiyi biletin üstündə bir dənə yeri işarələdi ki, A837. Mən oraya gedəcəm. İndi mən bilmirəm anı. Ona görə nə edirsiniz? Baxın əziz dostlarım. Mənim o sıramda iki adamlar var idi. Mənlə o pasport verib gedən insanlar. Deməli onlardan birini gözləyirəm. Onlardan biri gəlsin. Hansılarda olar? Gözləyin. Onlardan birini gözləyirəm. Çıxsınlar, gəlsinlər əziz dostlarım. Onlarla birlikdə mən çıxıb gedəcəm. Onlara baxıb gedəcəm. Bildinizmi necə? Heç yəni həyəcanlamaya ehtiyac yoxdur. Aeroportda qardaş ölkəni dəyişsən, ürəyini sıxmamasan, hər şey yolundadır aqa. Hər şey yolundadır, başına dönərəm. Uşaqlar palit eləmədim. Baxın, qabaqda 4 dənə qız gedir. Düzdürmü? Gördüyünüz kimi 2 dənə arxada, 2 dənə qabaqda. Bax mən bunları heç də palit eləmədən takip eləyəcəm. Çünki onlar bilir hara gedirlər. Çünki onlar buralıdırlar. Orada divardakı yazıları görürlər. Mən də görürəm, amma mən başa düşmürəm. İndi bunları takip edəcəm. Bunlar hara gedirsə qardaşımız bala heç elə onların xəbəri olmayacaq. Güya ki, kişi nə olur tanıyır. Nə tanımaq qardaş? Heç ürəyinizi sıxmayın. İndi qaqanız görək ki, tapacaq oranı. Vallahi deyirəm, Çinə 1000 dəfə gəlib gələnlər və yaxud da məndən qat-qat çox ölkə verənlər deyir, bu nə inir, nə hoqqa çıxardır hə. Belə deyir, indi amma eyb yoxdur. Qaqanız heç kimə qulaq asmır. Aha, indi baba qızları takib edirəm, Allahın olsun. Sən öp. Bunlar bəlkə də tualetə gedir, qurban Allah, prosta mən takib edirəm də. Aha, indi gözləyin. Oradan giriş eləyər. Aha, gördünüz kimi əziz dostlarım, orada bir yer var. Aha, oradan giriş eləyər. Görürsünüz əziz dostlarım. Onları sadəcə takib edirəm. Hamısı mənlə birlikdə uçan gedənlərdilər. Bax, indi nədir məsələ? Burada hal-hazırda mən tam göstərəmirəm biletidə, yəni belə yazılıb ki, orada A837. Bax, gəlirsiniz, görürsünüz ki, burada elə bir yazı yoxdur. Sağa baxırsınız, sola baxırsınız, görürsünüz yoxdur, düz gedirsiniz. Deməli, görürsünüz ki, aha, qarşınıza çıxdı. Baxın, tam yuxarıda bir yazı var. A822 və 837 sırası. Bu sıradadır gördüyünüz kimi. Çox asan. Bircə çatım Bangkoka, Taylanda. Getdik də onda. Maceraya qaqaş. Doldu səndə, bu nə boyda baçokda. Oy dədə, oy dədə. Oy dədə gəl, babam demişsən. Şu aslında babalarımız belə danışır. Mənim babam çox ləhcə ilə danışır. Qadoy alım, başlığa dönüm. Bax, belə şeylər danışır. Amma gözəldir. Kaş mən də ləhcə ilə danışardım, dana. Lıt yedir uşaqlar. Aeroport məsələsi biz sizə bir şeylər dostlarım mənim. Elə bir ki, kiminsə nəsə bir pox işimiz olur, nəsə bir şey pox qaynadır sizi. Sonra nəsə elə bir üstü açılacaq, yəni az moment qalıb. Və Allaha and olsun, eyni belə hissdir də, yəni ölkə dəyişirsə həyəcanlı olursan, belə içində nəsə var elə bir. Ay, içində nəsə adamın bir hissi olur. Məsələn, aeroport işçilərinin ölkə dəyişənə bilirlər də. Məsələn, aeroport işçilərinə quzu kimi baxırsan. Quranın olsun, evdə dədəsinin, anasının, dədəsinin üzünə baxmayan.
Anası atasının sözünə qulaq asmayan oğlanlar, qızlar. Yəni onları bu aeroport işçiləri qədər çökəldirlər də, başa düşürsünüz nətər. Yəni konkret elə quzba mənim özüm məsəl üçün çöldə 1000 nəfərə söz atdım, dalaşqan olub falan, amma aeroporta girəndə ölkə dəyişəndə quzu olsa, bax belə bax səni. Allaha and olsun. Damğa vurulanda bir sevinc gəlir. Damğa vurulanda gələn o sevinç hissi var ha. Video like atın da nə olar ki? How are you? Burada bir yerlər var. Hamı da oturub, qurban Allah'ım böyük nə üstüm. Hamı da oturub. Şu. Qardaşınız buradadır. Sən biraz yer yoxdur uşaqlar. Konkret yalnız roltun yeyirlər. Sən bunu soxurlar gözlərinə. Roltunu nətər yeyə bilərsən sən güclü qardaş. Mən çatmır da, sən həqiqətən mən çatmır. Yatanda, duranda, zaftırıqda, gecə. Əməlli başda bunlar yəni tükətirlər də bunu. Mən axırda mən axır roltu yemişəm, yadımda deyil. Həqiqətən yadımda deyil əziz dostlarım. Bax, bizə vaxt gəlsəydi, saat etsəz üçümüz. Su. Tam 1 saat qaldı. Mən də 1 saat videolar falan düzəldim. İnşallah əziz dostlar davam edəcəyik. Hazır gedirik əziz dostlarım, giriş edirik. Əziz dostlarım, keçid etdik. Hal-hazırda biz təyyarəyə doğru gedirik. Təyyarəmiz bilmirəm burada görsəm hansı tərəfdədir. Su. Allah şükür bu etabı da bitirdik. Sadəcə qaldı təyyarələrə çatıb oradan çıxmaq və şəhərə getməyim. Bilmirəm nə olacaq, yəni konkret əziz dostlarım. Təyyarəyə keçid edirik. Deyirəm görüm harda deməyir, hansı deməyir mən. 29 deyil. Ya 29 deyil uşaqlar. Qaqanız uçur Bu vaxtda kimi qavada çox oturmamışam uşaqlar. Bəlkə bir 25 dəfə təyyarə minmişəm. 30 dəfə təyyarə minmişəm Allah haqqı. Yəni qavada oturmaq qismət olmadı. Həmişə arxalar, nə bilim. Bilmirəm ki həqiqətən çox maraqlıdır mənə. Dostlarım artıq çıxışa tərəf gedirik. Adamlar həqiqətən çoxdur, yorulmuşam. Bizə yemək falan yesəm özümə gələrdim. Kapunka. Getdik kapunka. O uşaqlar Tayranda düşdü. Havadan nə şey istəyir. Oy da. İzləmədə qalın. Görün indi Taylanddan nələr olacaq. Görün indi Şahin nələr eləyəcək. Allah'ım olsun. Elə bir ki iti qəfəsindən çıxardılar. Bax elə bir şeydir. Aslan yuvadan çıxdı. Görün elə Şahin. Əziz dostlarım, çıxış elədik avtobusdan. Qaldı ölkəyə girmək. Привет, Azərbaycan. Привет из России. Привет, Россия. Привет, Azərbaycan. Super. Привет, Баку. Спасибо, спасибо, Azərbaycan. Əziz dostlarım, hal-hazırda buradayıq. Bunların proxumurlar konkret, bilmir nəyə görə. Elə bir Amerikadır. Toş Amerika. Baxın əzizim, hələ də buradayıq da söyləyin. Sıra bitmir ki, bitmir. Tək bizə buraxsa da biz girsəydik, rahatlaşardıq. Əziz dostlarım, yenə də soyuq təllər axıtdıq, amma biz bunu bacardıq. Mən Taylanddayam. Ay, çantam buradaymış hə. Ha, mənim çantam buradaymış hə qardaş, nə yaxşı. Bratan. Durun onu. Давайте, bratан. Давайте. Nə tərcümsən? Geri dönüş biletim falan soruşurlar. Yəni sual verdilər, vizanı istədi belə. Allah şükür qaqanız girdi Taylanddadır. Dəli sən. Görün qaqa niyə yedin bax. Uşaqlar, mən son 4 gündür sənət üstünə işləri, onu al, bunu elə. Dəhşət bir şeydir əziz dostlarım həqiqətən. Biz də çıxdıq da. O Allah şükür nə yaxşı. Bir dənə yoxlanan uşaqlar. Gördünüz mü? Всё. Super. Brat, hadi para. А? Exchange, да? Че, кстати? Exchange, да? Ну я буду в городе. Super. Типа в городе. Okey, ya 5 euro. 5 euro. 5 euro dobro? А? 5 euro. Има. 5 euro. 5-10? Ha, 5 euro. А. Dobro da. Ну, Taksi, ну sok, да, да, sigaret. да. Что-то Uşaqlar. по мелочи. Да, если да, 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 поменять, да. Намного. Tamam, super. Exchange где? 100. 100 это. 100 баксов? Ну да, тут...
Vallahi bir tane isticaz ölür mi? Vez. Hot var. Hot. Aa şarkı, pizza şarkı. İnşallah bir tane isti var, Allah hamdolsun tə söyləyənməsin. Əziz dostlarım, gördüğünüz kimi o Rus dostum getdi. İndi bax sizə mən göstərəcəm. Heyecanlamaya ehtiyac yoxdur qardaş. Dünyanın sonu deyil. Mən bu şəhərə ilk dəfə gəlirəm. Dil bilmirəm. Saat əzərimdə bir dənə konum var, otelin konumu. Hər də bədəndən gedir, inansız necə tərləmişəm. Əziz dostlarım, heyecanlamağa qəti bir səbəb yoxdur. Bir dənə ləzzətli bir qaqanız özünə gəlsin. Su içim, özümə gəlim, inşallah ki oradan gedəcəm əziz dostlarım. Onun senin yanına düşəndə necə tər girdi məndən. Söz dəhşət istedi, yəni bilmirəm mən necə eləyəcəm. Əziz dostlarım, burada nə içki alım bilmirəm. Ay dədə, çox ucuzdur. O qiymətdə bir dənə ucuzdur. Sevirəcəm baxasınız. Bizə sənə səbəb olun. Bir dənə içməyə nəsə alım mən. Konkret bir dəqiqə sizdən partlayıram. Nə alım ya görəsən? Bir dənə də alıram da bundan da. Heç bir nəsə alım ya qardaşım. Bir dənə qədər almalıdır bu, ha? Cəhənnəm. Ya da limonlu şeyli qaqaş. Limonlu çiyələkli. Getdi, tatamız da burada qaqaş. Dünya mənim evim də deyir. Getdi ya dostlarım belə. Gedir yora. Hello. I want one later. Later. Yes, later. Kapunka. เอาเราเบาไทยเป็นหรือเป็นอย่างจะเบาไทย33ค่ะ Au. 33ค่ะ Au. How much is this? Şu an bir tane bomba da açıldı. Kapunka. Deməli oturmuşam, sokumu içdim, bitirdim. İndi mənim booking rezervasyonum var ha. Onu mən telefonu yükləməliyəm. Samir gəlir, qohumum. Samirə atmalıyam. O axşam düşəcək bura inşallah. İnanın mənə bir dənə sizə söz deyim uşaqlar. Bu vaxta kimi düz 11 dənə ölkədə olmuşam. Tayland mənim 12-ci ölkəm oldu. Heç bir ölkədə bu qədər xoşbəxt olmamışam. Heç bir ölkədə mən bu qədər gülməmişəm. Allaha and olsun uşaqlar. Hamı gülür, hamı əylənir, hamı mürtəşir. Çox dəhşət bir şeydir, yəni dəhşət bir şeydir. Çox xoşbəxtəm. Allah sənə şükürlər olsun. Çox xoşbəxtəm. Bu nədir? Mən məsəl üçün bu vəziyyətdə Çində olsaydım qorxardım, açığı deyirəm. Nə bilim qardaş, Moldovaya getmişəm, Albaniyaya getmişəm, Montenegro getmişəm, Serbiya və s. çox yerə getmişəm. Mən bu qədər rahat olmamışam. Və indi taksi çağıracam əziz dostlarım. Taksi gəlsin, mənə götürsün, aparsın otelimə. Otelə girişim saat 2-dədir, saat hal-hazırda 6:50-dir. 7-yə qalıb 10 dəqiqə. Əşyalarımı otelə qoyacam və ondan sonra çıxıb gedim bir oturum restorana bir yemək falan yeyim çünki acımışam. Hal-hazırda belə bir yerdəyəm, oturmuşam yolun qırağında. Elə bil ki Bakıdayım da, Bakıda. O qədər mənə rahatdır, o qədər gözəldir. Yəni bu ölkə çox gözəldir. Nə ola bilər sizə şey gəlsin də biraz belə dağınıq mənə də elə gəlir, amma çox gözəl bir ölkədir əziz dostlarım. Bir dənə mən Bolt taksini həll edeyim, inşallah ki aranıza dönəcəm. İndi əziz dostlarım, mən buradan yavaş-yavaş çıxmalıyam. Otelə girişim saat 2-dədir. Görüm icazə versələr. Ya biraz tez girərəm və yaxud da biraz əlavə ödəniş eləyərəm. Ya da heç olmasa bu çantalara qoyum ki, mən artıq çıxım saat 2-yə qədər şəhərdə bir yerdə fıranım. Oturum bir çay içim və yaxud da bir kofe içim. Burası bir sıxıntı var, amma mən sizə deyim əziz dostlarım. Deyirəm mən yandım, siz yanmayın. Mən Bolt zakaz eləyə bilmirəm taksi. Nə də ki Grab. Yəni burada Grab'dir, Bolt'dur, yaxşıdırlar. Gərək nömrə alım, amma nömrə almaya ehtiyac oldu. Çünki məndə hal-hazırda işləyir, yəni bilməm necə olacaq əziz dostlarım. İndi hal-hazırda buradayam. Gedəcəm. Görüm bir dənə buradan hər hansısa bir taksini çevirim. Taksiyə minim. Çıxım gedim şeyə. Tapdım, tapdım. Hello, how are you? Sorry. This is hotel. ไทย Aha. ไทย Aha. โอ้โหไม่รู้ Okay. No. Kapunka. Aziz dostlarım, bu ara getmir, başqa taksiyə getməliyəm mən hal-hazırda. Hello. This hotel, okay? I don't understand. Google Map Map, okay. How much? Taksimetre? Okay. Wait. Bir saniyə gözünü əziz dostlarım. Əziz dostlarım, mən gördüyünüz şey adını deməyəcəm, onu mən soruşdum. Yəni onu açacaqsan, bax belə. Siz də bunu mütləq soruşun, çox istidir. Bir dənə mən otelin yaxınlığına gedəm, o otelə mən yerləşim inşallah görüm alınsa. Safety belt Okay, now.
Hoppa. Bir kemer tak. How much kilometer? Hı? How much kilometer? How much? Kilometer? Kilometer, okay. Wait. I see it, you know. 20. 20. 21, yes. 21 kilometer. Otelin şeyin deyil, göstər görüm nə qədər kilometrdir, neçə kilometrdir. Yəqin ki, inşallah ki, oradır. Ora olmasa da problem deyil, yəni səhvlik tək olmasın, olsa belə yəni problem deyil, yəni yaxşı olacaq. Yəni siz də gəlirsiniz dostlarım, heç sənə həyəcanlanmayın, özünüz görürsünüz, sizin gözünüzün qabağında mən ölkələr dəyişirəm. 21-22 yaşım var qardaş, qurban Allah'ın böyünə. Dəhşət bir şeydir yəni. Kapunka. Bir dənə Naxada Qaqanın Instagram storiyasın. Instagramı zəhmətimiz girin, takip atın. İndiki adımla eynidir əziz dostlarım. Şahin Qədimov yazsa çıxacaq. Tayland, Bangkokdan salamlar. Əziz dostlarım, həyatımda 2 dəfədir ki, mən belə bir maşına bilirəm, yəni belə deyək də sükan sağ tərəfdədir, solda deyil, çox qəribə bir hissdə həqiqətən də. Elə bilirəm ki, videoya baxıram, videonu tərsinə çeviriblər. Mən sizə bir dənə söz deyim. Vallahi deyirəm əziz dostlarım, deyəsən mən qayıtmayacağam. Mən burada 15 gün fikirləşdim, deyəsən bir ay burada qalacağım. Çünki and olsun Allah'a deyirəm, yəni ölkə mənə o qədər xoş gəldi. Süperdir də, yəni çox gözəldir. Çünki ən gözəl şey bilirsən əziz dostlarım, hamı gülür. Bayaqdan hamı gülür. Yəni mənim qabağıma 4 nəfər, 5 nəfər çıxıb pul dəyişdiyim insan, marketdəki insan, taksi şoförü və s. belə adamlar hamısı gülür. Çox gözəl bir şeydir. Yəni uşaqlar, bir dənə sizə söz deyim. Allah sizə bu ömrü verib. Gəlin həyatınızın qədrini bilin. Çıxın bir dünyanı gəzin. Vallahi uşaqlar, bilmirik nə vaxta qədər yaşayacağıq. Allah bizə nə qədər ömür verib. Bilmirik başımıza nə gələcək. Zaten sıxıntı varsa sizdə. Vallahi mənim də sıxıntılarım var. Mamaya falan deyirəm, ay mama Allah haqqı görsən bu qədər sıxıntılardan istəmə çıxıb gedib gəzirəm dolanıram, deyir bana halal olsun. Ged ən yaxşı sən eləyirsən. Qohumlarım da deyir, deklarım istəyir, atacaq da deyir ki, ən yaxşı istəyirsən biz səni öz başına buraxırıq, yəni ki biz səni arxayında, biz sənə güvənirik, Allah onların da canını sağlasın, Allah səni bütün valideynlərin canını sağlasın inşallah. Ən az dostlarım, sözümüz odur ki, baxmır, neçə yaşınız var, nə bilim, dil bilirsiniz, bilmirsiniz, pulunuz var, yoxdur, Allah'ın olsun çıxın. Bir dənə bilirəm deyirsiniz ki, mənim pulum olsa mən də eləyərdim. Uşaqlar, mənim pulum olmayıb ki. Mənim pulum olmayıb. Girin baxın, mən 3 il əvvəl Azərbaycana nə vəziyyətdə çıxdım, mən necə getdim, öz halal zəhmətimlə, dişimlə, dırnağımla işləyə-işləyə həm ailəmi dolandırdım, həm özüm öz gələcəyim üçün yatırımlar elədim, həm də bax belə səyahətə pul xərclədim. Bir yolunu tapın əziz dostlarım, çıxın dünyanı gəzin, valla. Mənim səhifəmə girsəniz, mənim Azərbaycandan çıxdığım gündən bütün məlumatları verirəm, necə eləmək lazımdır, necə eləmək lazımdır. Yəni burada məqsəd o demək deyil, Azərbaycandan çıxın, yox. Mən bütün ölkə vətəndaşlarına deyirəm, mənim bütün ölkədə hazır dostlarım, bütün ölkədə mənim qardaşlarım var, xanım dostlarım var. Hamısına deyirəm ki, hər bir insan qardaş öz komfort zonasını tərk eləməlidir. Narahat yeri keçməlisən, sumka belində ölkə dəyişməlisən, stres yaşamalısan, ən gözəl gün görməlisən. Dostlarım, hər insan, bütün dünya vətəndaşlarına aiddir bu, gedib ölkəsini dəyişib, başqa millətlər görməli, tanımalıdır, həqiqətən də həyatını dadını çıxartmalıdır. Allah sizə inşallah arzulardan səhət qismət eləsin dostlarım, videomuza devam edək. Çox uzun bir yol gəlməmişik, artıq 125 baht yazıb, bu da eləyir, çevirdim buradan 6 manat 40 qəpik. 6 manat 40 qəpiklik yol gəlmişik. Və hal-hazırda belə göstərim mən sizə, gedirik. 22 dəqiqəlik yol qalıb, yəqin ki mən elə gəlir ki 400 bahtı keçər, 400 baht, 600 baht arası olacaq. Yolumuz belədir. Deməli, bura 50 vaxt veriləcək. Dedi ki, onu sən ödəyəcəksən. Baxın, əlində tutub, mən özüm verdim o pulu. Gördüyünüz kimi. Ödəniş olundu, onu mən verdim. Yəqin ki, burada mən veririm. Çünki taksi özümdən verməz axı. Çünki mənim yolumda mən gedirəm. Bilmirəm, Bakıda belə diyorsun. İnanın mən əziz dostlarım, şəhər o qədər böyüdü, Mən bu dərəcə şey bilməzdim də, yəni də hər tərəfdə binalar, yüksək binalar falan. Hətta bayaqları da aeroportda insanları çox yoxlayıb buraxırdılar. Mən dedim ki, buraya elə bir şeydir, elə bir Amerika zatı bu qədər sıxırlar, amma həqiqətən elə deyilmiş də. Burada doğrudan da, yəni belə buraxanda ölkəyə nə üçün gəlməyə falan səbəbini soruşmalarının yeri var imiş. Çünki ölkə çox gelişmiş ölkədir, yəni. Belə də hər yerdə binalar, hər yerdə belə yüksək binalar, dəhşət bir şeylər üzrə. Mən açıqən bu dərəcə gözləməzdim, yəni belə. Çoxdur da, yəni çoxdur əzizəm. Təvəl görürsün nə qədər binalar var. Doludur da, yəni binalar. Adamların sayı hesabı yox. Oydu, uşaqlar, anidən bir dənə yağış başladı. Yəni təsvirin saniyə məsələsi deyil də. Özümə yağış göstərdi ki, çək bunu. Qutardı. Finish. Əzizlərim, 253 baht elədi. Hoppa.
Maşallah görürsün. Əziz dostlarım, taksiden düşdüm. Hal-hazırda belə bir yerdəyəm. Bizdə bu sumkalardan canım qutarsın əziz dostlarım mənim. Hal-hazırda gördüyünüz kimi hər yer demək olar ki, bağlıdır. Səhər tezdən olduğu üçün. Belə olmağı daha yaxşı oldu. İndi mən otelə gedib girəcəm əziz dostlarım və telefon vasitəsilə deyəcəm ki, mən otelə tez giriş edə bilərəm. Nəsə görəsən alım uşaqlar buradan, yoxsa neyiniyim, almayım. Siz nə edeyim görəsən? Səhərim bir şeylər içərdim hə? Əziz dostlarım, buranı görürsünüz, nədir bu? Burada təsəvvür edin ki, əziz dostlarım, bütün maddələr icazəlidir. Mən istifadə etməmişəm, etmirəm, etməyə tövsiyə etmirəm. Qəti şəkildə əziz dostlarım. Amma burada legaldır, polis isə demir, sadəcə belə deyim, marketlərdirlər əziz dostlarım mənim. O marketin içində sadəcə ondan istifadə eləmək olur. Çöldə istifadə edəndə polis cərimə falan yazar. Mən bunları deməyə də bilərdim, sadəcə əziz dostlarım, mən dünyanı gəzirəm, yaxşısı ilə, pisi ilə hər şeyi göstərirəm. Yəni bu heç örnək deyil, yəni məsləhət görmürəm. Həyatınızı məhv eləməyin qəti şəkildə. Bəli dostlar, Tayland adı ilə bilinir. Belə deyək də, söz var, fələkdən bir gecə, yəni belə dəhşət gecələrin olduğu, günahların şəhəri Taylanda xoş gəlmişsiniz. Bax, bunu belə də deyirlər. Günahların havada uçduğu ölkə. Deyirlər, qiyamət bu ölkədən qopacaq əziz dostlarım, Tayland ölkəsindən. Gecə həyatı məsəl üçün deyilməzsə, qadınların həyat qadını olmağından, bütün belə deyək də, o maddələri istifadə etməyinizə, içkilər və s. bütün ağlınıza gələn nə varsa həyatda insanı günah aparan hər şey buradadır. Çox dəhşət bir yerdir bura. Həqiqətən də, hal-hazırda səhər saat 8-dir əziz dostlarım. Bir çox yer bağlıdır. Çox yaxşı vaxtda gəlmişəm həqiqətən də. Yol probka olmadı, insanlar azdır. Rahat küçədə bu sumkalarla gəzə bilirəm. Belə. Kapunka! Video like atın əziz dostlarım, dəstək olun qardaşınıza. Yolda belə şeylər gözümüzdə çox görürsünüz əziz dostlarım. Bunların dini inandığını səhv eləmirəmsə bu. Təsəvvür edin, otelim tam bunun yanındadır. Və belə olmağı çox möhtəşəm oldu. Khoasan Road deyirlər, oranın yaxınlığındadır, çox gözəldir həqiqətən. Happy, aha tapdım. Super əziz dostlarım, artıq xəritəyə ehtiyac yoxdur. I want to hotel. Şahin. Yes, I am Şahin. Tamam. Okay, thank you. So əziz dostlarım, deyir Şahin. Hello. Happy Hotel. Good morning. Şahin. Benim girişim bugün saat 2'de. Size ne kadar ilave ücret verip otele giriş yapabilirim veya çantamı buraya koyabilir miyim? Saat 2'ye kadar gezip geleyim. Aha süper. Okay, thank you. Söyle dostum, çantamı buraya koyabilirsin. Yes. No problem. Deyir, pasport verebilirsən. Hər tətə gedib tərmən, nə yazırsın, çantamı bura qoyum, hətta indi çantanı çıxardım bura qoyum. Saat 2'də giriş edəcəm inşallah, gələcəm. Girişi bugün saat 2'də olacaq insanların, belə deyək də, çantalar bunlardılar. Onlar da çantalarını bura qoyublar, çıxacam gəzintiyə, Allah şükür biraz yəni rahatlaşdım. Tərləmişəm, saat 2'də qoyum. Two var? No. Only one room. But two people, typical. My friend coming here today. I have one reservations and pay. Otağın şuna rezervasını soruşuyor. 2 dənə otaq sizə dedim, yox məndə bir otaqda amma 2 nəfər olacaq. Çünki mənim qardaşım gələcək inşallah bura. Okay. Eğer otaq 5-ci mərtəbədə, amma lift yoxdur, problem olar, dedim yox. 5-ci mərtəbə ayaqla qalxacaq. Görək bunlar yəni əvvəldən deyildiyi kimidir, yoxsa yəni dəyişik edirlər. Okay, wait. Bu durumda fiyat değişikliği olacak mı? Okay, no problem. Bugün saat 2'de geleceğim, doğru mu? Bravo. Oh, really? Okay, thank you. Əziz dostlarım, süperdi, həqiqətən də deyir, indi giriş edə bilərsən. Çox tərləmişəm, duş almaq istəyirəm. 504. Okay. This one. Okay. Where is the... Behind the bar. Okay. Thank you.
Allah sənə şükür olsun. Allah sənə şükür olsun. Sənin mənə yazığın gəldi ay Allah. Əziz dostlarım, bəlkə də halımı gördü yazığı gəldi. Bilmirəm nə oldu. Deyir ya indi giriş eləyə bilərsən. Thank you, kapunka. Kapunka. İndi əziz dostlarım, gedirəm otelə giriş eləməyə. Allaha şükürlər olsun. Şükürlər olsun Allaha. Mənə dəbis təyindədir götürüb. Dedim çantanı bura qoy. Ged bu tərli halına. Bir dənə tərimə baxın siz mənim. Hal-hazırda 5-ci mərtəbəyə kimi qalxacağam. Bu son əziyyətdir artıq. Mütləq girən kimi duş almalıyam. Paltarımı dəyişməliyəm. Allah sənə şükür olsun. Oy Allah. Ya dəhşət bir şeydir. Otağım da budur. Nömrəsi də 504 nömrə. Bir dənə tərk edir məndən. Külək deyə bir şey yoxdur. Çox istidir həqiqətən də. Kaş oteldə bir dənə şey olsun. Ayda oteldə 505. Bu otaq məndir. Otaqda var ha, kondisioner olmasa. Otaqda bir dənə kondisioner olsun ya Rəbbim, sən yalvarıram. O var. İnşallah ki işləyər uşaqlar. Oyda. Oyda bu nə idi Allah? Oy be Allah yansın. İşte də, anamızla işdə də. Uşaqlar heç yox, bir dənə kondisioner yandıra bilsəm. Bir dənə tərk edir məndən, Allah'ım olsun. Ölürüm. Ay bilə, ay Allah. Uşaqlar işləmir, sənin kondisioner işləmir. Zibili çıxdı ətrafı, qalx düzül. Eyvə, bir dənə girim, mən tez səsimi çıxım əziz dostlarım mənim. Pəncərə az aç heç olmasa, pəncərə açım uşaqlar. Əziz dostlarım, sizə çox şad xəbərim var. Sizə deyəndə deyəsiniz ki, çox da vecmədir. Kondisioner işləyirmiş, bunu taxmaq lazımmış. Sizə göstərdiyim açardı, baxın, taxmaq lazımmış bura ki, işıq falan açılsın. Mən gələndə bura gördünüz nə vəziyyətdəydim, heç ağlıma gəlmədi ki, bunu eləmək lazımmış. Əziz dostlarım, kondisioner işləyir, duşumu aldım, əşyalarımı falan yerləşdirdim bura. Hər şey qaydasındadır, şükür Allaha. Allah'ın bu günə şükür olsun, şükür olsun ya Rəbbim sənə. İndi biraz uzanıb dincələcəm. Bu videonu da mən burada bitirirəm əziz dostlarım. Hal-hazırda MacBook-a yükləməliyəm. Videonu izlədiyiniz üçün sizə çox təşəkkür edirəm. Allah hamımızın canını sağ eləsin. Allah sizə inşallah arzuladığınız yerlərdən qat-qat gözəl yerləri, qat-qat gözəl ölkələri görməyi qismət eləsin əziz dostlarım. Minnətdaram, çox sağ olun. Kanalı izləmədə qalın. Əgər ki bu video ilk dəfə məni görənlərin qarşısına çıxıbsa, kanalıma daxil olub Azərbaycandan çıxdığım gündən ta ki bu günə kimi necə xaricdə yaşamağa başlamışam, necə dil öyrənmişəm, necə həyata tutunmağa çalışmışam və s. Necə iş tapmışam, necə yəni buralara gəlib çıxmışam, hər birisini girib izləyə bilərsiniz. Əsas da istəsəz, yəni bu turum, Asiya turum necə başladıysa, onu girib kanalıma daxil olub izləyə bilərsiniz dostlarım. Sizi çox sevirəm, özünüzə çox yaxşı baxın. Video izlədiyiniz üçün çox təşəkkür edirəm əziz dostlarım. Mənim üçün bu böyük bir fəxrdir, böyük bir qürurdur. İnşallah ki yaxın zamanda görüşərək əziz dostlarım. Sizi sevirəm. Sağ olun.